Hakkında danışacağımız qəhrəmanımızı anası Mehvarə xanım min bir əziyyətlə böyütmüşdü. Həyat sınaqları ağırlıq gələndə boy buxunu yaraşıqlı oğluna baxıb özündə güc toplayırdı. Sabir Əbdürrəhmanlı 1998-ci il martın 9-da Sumqayıt şəhərində anadan olur. Sabir Əbdürrəhmanlı oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olur. Sumqayıt şəhəri şəhidlər xiyabanında dəfn olunur. Vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Kəlbəcərin azad olunmasına görə və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunur. Qəhrəman şəhidimiz Sabir Əbdürrəhmanlının xatirəsinə həsr olunmuş şeiri 38 saylı tam orta məktəbin şagirdi Kamilə Abbasiyeva səsləndirir. Tək oğuldu Sabir Əbdürrəhmanlı, Mehvarə anamız tək böyütmüşdü. Ömrünü gününü ona həsr edib, cavan günlərini qurban vermişdi. Allah şəhidlərimizə rəhmət eləsin. Mən bütün şəhid analarının əlindən öpürəm və qarşısında baş əyirəm. Bizim Mehvarə anamız heç bir tədbirdə danışmır. Hətta dəfələrlə olur ki, tədbirdə onu səhnəyə güclə çıxardıram demək olar ki, heç qalxmır. Həkimlərdə belə çırılmır. Amma mən bugün istəyirəm ki, günün özəlliklə əlaqədar ikicə kəlmə desin. Bir düşüncə var, deyir, var dövlət. Hamının evində bax, bu var dövlətdən olsun çox. Amin. Qalan hamısı boş şeylər. Bunların hissəsi gələcək, nəfəsi gələcək. Bunlar böyüyəcəklər, qayğı göstərəcəklər. Xoşbəxtlik, var dövlət odur. Allah vallahi bizi qorusun.